Şıt. Nə qədər minus olar ha. Stop-loss'u qara qoymaq lazımdır ki, bu gəlib görməsinlər bile. Hər vaxtınız xeyir olsun millət. Bilirəm ki, tanış situasiyadır. Ona görə də uşaqlar, bugünkü videomuz olacaq stop-losslar haqqında. Stop-losslar haqqında mən sizə məlumat verəcəm. Tam olaraq videonu akademiyaya yükləyəcəm. Millət, akademiyada sizə bu yaxınlarda sizin üçün stop-losslarla bağlı bir video gələcək. Burada isə mən sizə bu dəqiqə izah eləyəcəm. Stop-losslar necə olur, nətər olur, keçək birinci. Görək evdə vəziyyət necədir hələ uşaqlar. Biraz var. Oyanmışam, çünki dünən gecə yatmışam. Son zamanlar bu Trump'ın söz söhbətləri bazarda dəlixana yaradır. Hal-hazırda belə bir situasiya var bizdə. Millət, bir balansdan istifadə eləmirəm, bir neçə hissəyə bölürəm. Hər dəfə soruşduğunuz şeydir millət. Hansı brokerlə işləyirsən, aşağıda saxlamışam. Bizi Telegramda H4FX-də və Milyonaris'də izləməyi unutmursan dostum. Çünki H4FX sırf bizdə Forex paylaşımlarıdır, Forex bilgiləridir. Ona görə də H4FX-i də aşağıda saxlamışam. Orada da Instagram və Telegramda bizi izləyirsən. Deməli millət, stop-losslar bu qaçılmaz bir faktordur. Əgər siz stop-lossla işləyirsinizsə, ilk öncə demək istəyirəm ki, millət, burada belə bir vibe var. Çöldə hal-hazırda yağış yağır və çox möhtəşəm bir havadır. Hal-hazırda istəyirəm mən bu havadan yararlanım. Çox möhtəşəm havadır uşaqlar. Stop-lossdan problem çəkmək mən özüm də olur, amma hal-hazırda demək olar ki, son ildə çox azaltmışam və nəyə görədir bu stop-losslar? Millət, gözləmək lazımdır və həmən o yeri görmək lazımdır, hansı ki, hal-hazırda mən sizə burada göstərirəm. Yəni, belə bir yığılmaları gözləmək və vaxtında əməliyyata girmək lazımdır. Əgər siz stop-lossla işləyirsinizsə, təbii ki, strategiya seçmək lazımdır, hansının 2-nin 1-i ola bilər, 1-in 3-ü ola bilər. Elə olur ki, əksinə olur, məsəl üçün, 1 gəlir, 2, itki. Cürbəcür strategiyalar var millət. Mən ən çox swing əməliyyatlar açıram və swing əməliyyatlarda mənə stop-loss o qədər də lazım olmur uşaqlar və məndə strategiya biraz başqa cürdür, hansı ki, mən bölürəm, lotları bölürəm və çox da gözəl nəticələr alıram və hamısını uşaqlar paylaşıram sizdən, çünki hamısı Telegramdadır, göz qabağındadır, heç birini sizdən gizlətmirəm. Biz hələ hal-hazırda burada görürsən, bizim Signal kanalımızda. Signal kanalı deməkdən xoşum gəlmir, belə deyim də mən sizə. Mən orada sadəcə özüm açdığım əməliyyatları sizlə ora məhduddur uşaqlar, ora belə açıq, hamı gəlsin tökülsün, elə şey yoxdur. Bura Forex bazarıdır, bağlı qrupdur. Hamını ora tökmək olan şey deyil, ya da ki, açıq bir yerə siqnal veriləsi bir şey deyil. Yəni belə şeylər olmur. Sadəcə community'dir, 5-6 nəfər, 10 nəfər, 20 nəfər birlikdə kim istəsə ora qoşula bilər, çünki pulsuzdur uşaqlar. Stop-lossları partlamamaq üçün, stop-losslara düşməmək üçün sizin sırf olaraq strategiya olmalıdır. Siz bir neçə şeyi bir yerdə istifadə eləməlisiniz. Məsəl üçün, MACD, obyomlardan istifadə eləyə bilərsiniz, trendi tutub gedə bilərsiniz. Amma bir şey var ki, millət, stop-loss necə olursunuz? Market maker bunu görür. Hər şey öz qaydasında gəlir, sizi stop eləyir. Nəyə görə stop eləyir? Çünki dostum, sən tələyə düşürsən. Tələyə düşmək yox. Tələləri qurmaq lazımdır burada. Tələləri qurmağı da mən öz akademiyamızda öyrədəcəm. Millət, akademiyanı mən izah edeyim sizə necədir. Bizdə fix verib siz 10 dənə, 15 dənə təlim almırsınız. Bizdə təlimlər çoxdur və paylaşılmağa davam edir. Bizdə hər gün demək olar ki, akademiyaya hansısa bir tekst atılır. Tekst nədir? Tekstin içində siz trading haqqında bütün məlumatlar, indikatorlar, göstəriciləri hamısını öyrənirsiniz. Yəni bizdə aktivdir. Yəni bizdə siz abunəliyi əldə edəndən sonra sizə o pulsuz gəlmiş kimi olur. Daha artıq nəyəsə pul ödəmirsiniz və siz həmən o community-nin içində öyrənirsiniz millət. Və mən sizinlə bu dəqiqə danışıram və mənim burada balansım artır uşaqlar. Bax, fikir verin. Görürsünüz. Danışanda nə qədərdir? 4000 nə qədər, artıq 5000 nə qədərdir? Millət, mən bu işi bacarıram. So, öyrənmək istəyənlər mənə çox yazırsınız. Həqiqətən çox var. Fərdi təlim. Fərdi təlim eləmək olar uşaqlar. Əgər siz geri dönüş eləsəz və fərdi təlimi necə keçmək olar? Mən təbii ki, Zoom üzərindən keçəcəm, amma belə olacaq ki, məsəl üçün qrupda 10 nəfər, yəni çox adam olmur. Fərdi təlimlər də təşkil eləmək olar. Fərdi təlimlər başqa cür olacaq. Bu belə olmayacaq. Yəni bir də var ki, siz akademiya üzvsüz. Fərdi təlim əldə edən də akademiyada olmalıdır. Çünki akademiya elə bir şeydir ki, mən hop stop nəsə tapdım. O saat
sizinlə paylaşdım, götürdünüz, yararlandınız. Yəni bu belə olur. Və orada mən konkret olaraq izah eləyəcəm ki, stop loss necədir? Bundan qabaqki videodan sonra çox təşəkkür edirəm uşaqlar. Mən bilməzdim ki, bu qədər sizi narahat eləyər, amma həqiqətən də nə qədər mən mesaj aldım ki, müəllim, yaxşılıqdırmı? Nə sıxıntınız var? O yan bu yan. Ürəksiz çox sağ olun, təşəkkür edirəm. Heç bir sıxıntı yoxdur uşaqlar. Yorğunam. Bu dəqiqə mən keçmişəm təzə sahəyə və bu sahədə daha çox işlər görürəm. Bir dənə kanal idi, oldu 2 dənə. İndi 2 tərəfli daha çox işlər gedir. H4FX uşaqlar izləyirik. Konkret olaraq sizə göstərirəm, izah eləyirəm. Yəni gəlirsiniz, dəstək olursunuz. Qlobal kanaldır, xaricə çıxırıq o kanaldan. Qoy bizdə də olsun, bizi də tanısınlar, bizi də görsünlər və ən əsası da odur ki, faydalı məlumatları sizə verək. Millət, belə məlumatlar açıq paylaşılmır. Bunları yalnız və yalnız siz akademiyada və yaxud da ki, fərdi təlimlərdə öyrənə bilərsiniz və uşaqlar bizim həmən o analizlər, siqnallar olan H4FX siqnal kanalımızda ola bilərsiniz və bizlə bir yerdə əməliyyatlar aça bilərsiniz. Əməliyyatların çoxu swingdir uşaqlar. Əməliyyat məsəl üçün 5 gündə gedə bilər, 10 gündə gələ bilər, 1 saatda gedə bilər. İndi baxır əməliyyata. Amma dostlar, sizə burada çoxlu əməliyyat yox. Sizə burada az əməliyyat, amma keyfiyyətli əməliyyatlar lazımdır. Ona görə də uşaqlar, bir də deyim sizə. Mən qızılda ticarət eləmirəm. Vso. Qızıl, kriptovalyuta. Bunlarda mən ticarət eləmirəm. Açdığım yeganə kriptovalyuta Bitcoin'dir. O da ki, uşaqlar, yalnız xəbərdən xəbərə, möhkəm düşüşlər və yaxud da ki, qalxışlarda. Onun isə siqnalını mən vermirəm. Bunun məsuliyyətinə özüm girirəm. Siqnalını vermirəm, çünki dostlar, kriptovalyuta çox məsuliyyətli bir işdir və mən istəmirəm ki, kriptovalyuta ilə hansısa bir futures əməliyyatları aparım və burada qazandığımı gedim orada itirim və yaxud da ki, əksinə. Kriptovalyutada girəcəyimiz yer yalnız dəqiq olan siqnallar olacaq. Ümumən kriptovalyutadan uzaq durmağa çalışmışam. Düşdükcə spotda hansısa bir kiçik altcoinlər almaq olar. Amma millət, futureslarda mən orada eləm. Orada ümumiyyətlə stop loss söhbəti qəribə səslənə bilər, amma belə deyim də sizə, orada çox kolibaniyalar var. Yəni sizi stop eləmə şansı daha çoxdur. Valyutalar, özüm stoklarda da əməliyyat açıram, amma onun da siqnalını vermirəm. Çünki millət, valyutalarda mən texniki analizlə, hansı ki, sahələrlə işləyirik, müəyyən indikatorlar var və bunun üzərində nəzərə alırıq ki, yəni belə əməliyyatlar olacaq. Dostum, bir dəqiqə vaxtı alacam, videoya davam eləyərsən baxmağa. Konkurs keçirilir. Burada dostum, sən keçirsən bizim səhifəyə, Instagram səhifəmizə, milyonersə. Burada edəcəyin şey dostum, sadəcə storiesləri izləməkdir. Storiesləri izləyirsən, tam olaraq izlə ki, sənin adın gəlib buralara düşsün və buradan biz səni qalib seçəcəyik. Linkini aşağıda saxlamışam. Hər gün aktiv ol, storiesləri izlə və qalib sən ol dostum. Çünki daha çox izləsən, daha yuxarılarda sən olacaqsan. Ona görə də uşaqlar konkursa qatılırıq və pullar qazanırıq. Bütün məlumatları almaq üçün Instagrama yazırsınız. Heç vaxtı ancaq və ancaq qazanacam düşüncəsini öz beyninizə həkk eləməyin. Bu sizdə özgüvənsizlik yaradacaq. Dinən, mən uğurluyam, mənim işlərim yaxşı gedir, mənim həmişə bəxtim gətirir. Belənçinə şeylər deyir özü. Karoç millət, Forex-dəyi valyutalarla trade eləyirik və əməliyyatları valyutalarla açırıq, texniki analiz üzərində və müəyyən indikatorlar vasitəsilə. Oldu uşaqlar, kimə maraqlıdırsa Instagramda yazsın, bütün linkləri, rəsmi linkləri hamısını aşağıda saxlamışam. Bu həftənin qalibini burada saxlamışam və sən də konkursa iştirak edə bilərsən, bizdən $50 USDT qazana bilərsən dostum. Konkursa iştirak eləmək üçün sadəcə aşağıda şərh yazırsan, kanala abunə olursan və videonu paylaşırsan. Bəyənməyi də unutma əlbəttə ki, növbəti videolarda görüşmək ümidi ilə hələlik millət.